Salam, futbol həvəskarları. Böyük xəbər var. Səudiyyə Ərəbistanının bir klubu Qarabağın ulduz hücumçusu Nəriman Axundzadə üçün fantastik bir təkliflə hərəkətə keçib. Təklifin məbləği milyonlarla avro ilə ölçülür. Ağdam təmsilçisi transfer qiymətini 2,5 milyon avro olaraq müəyyən edib və güzəşt olmayacaq. Menecerlər artıq bütün şərtləri və hücumçunun müqavilə detalları ilə tanış olublar. Nəriman Axundzadənin köhlən atlarla müqaviləsi 2027-ci ilin yayına qədərdir. Yəni onu transfer etmək istəyən klub həm müqavilə müddətini, həm də təzminat məbləğini nəzərə almalıdır. Bu transfer Axundzadə üçün böyük fürsət ola bilər. Səudiyyə klubları son illərdə yüksək məbləğli müqavilələr təklif edir və futbolçular üçün həm maddi, həm də karyera baxımından cəlbedici olur. Amma Qarabağ gənc hücumçunu buraxmaq istəyə bilərmi? Axundzadə komandada əsas oyunculardan biridir və hücum xətti üçün kritik rol oynayır. Sizcə, Nəriman Axundzadə Qarabağdan ayrılacaq, yoxsa qalacaq? Fikrinizi şərhlərdə yazın və kanalımıza abunə olun ki, bütün transfer xəbərlərindən xəbərdar olasınız.